Azərbaycanda şəhərsalma və memarlıq ili çərçivəsində sənədsiz evlər üçün amnistiya elan edilməsi, bununla bağlı xüsusi proqram qəbul olunması və bu məsələnin mərhələli şəkildə həll edilməsi məqsədə uyğundur. Bunu Milli Məclisin deputatı Kəmal Cəfərov parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib. Azərbaycanda təxminən 500 min sənədsiz ev var. Həmin evlərdə yaşayan şəxslər ora qeydiyyata düşə, paralel olaraq dövlət xidmətlərinə çıxış əldə edə bilmirlər. Sənədsiz evlər bugün dəyərindən 20-30% ucuz satılır. Banklar tərəfindən girov kimi qəbul edilmir. Yəni, vətəndaş öz evini kapitala çevirib kiçik biznes qura bilmir. Problemin həlli ilə bağlı sistemli və kompleks islahat lazımdır. Sənədsiz evlərlə bağlı dünya təcrübəsi var. Məsələn, Türkiyədə İmar Barışı proqramı çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz evə dəyərinin 3% qədər ilkin rüsum ödənilməklə çıxarış alındı. Biz də oxşar təcrübəni tətbiq edə bilərik. Nəqliyyat və elektrik xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda inşa edilmiş sənədsiz evlər istisna olmaqla qalan evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımıza, o cümlədən büdcəyə milyardlarla manat əlavə və davamlı dəyər qata bilər, deyə o qeyd edib.